Salam hörmətli abituriyentlər, Rusiyanın müstəmləkə rejimini gücləndirməsi. Biz keçən mövzuda bildirdik ki, komendant idarə üsulu əhalinin üsyanlarına səbəb oldu və Carbalakən, Lənkəran, Quba və Şəkidə üsyanlar oldu. Əslində çox bölgələrdə üsyanlar oldu, ən böyük üsyanlar bunlar idi. Və Rusiya araşdırdı, gördü ki, mən səhvə yol vermişəm. Yəni komendantlar idarə etməməli idi. Çünki bu kobud hərbiçilər insanlara zulüm verir. Və qərara gəldi ki, dəyişikliklər eləsin idarəçilikdə. 1840-cı il 10 aprel İnzibati Məhkəmə islahatı ilə komendant idarə üsulu ləğv edilir. Ümumrusiya İnzibati ərazi bölgüsü tətbiq edilir. Yəni, ümumən Rusiyadakı kimi İnzibati ərazi bölgüsü bu nə idi? Cənubi Qafqaz quberniya, qəza və sahələrə bölünürdü və ona uyğun məhkəmələr yaradılırdı. Quberniya və vilayətlər qəzalara ayrılırdı, inzibati baxımdan. Cənubi Qafqaz inzibati cəhətdən Gürcüstan Emiretiya və Xəzər vilayətinə bölünürdü. Xatırlayırsınızsa, Azərbaycan müsəlman əyalətləri rəisliyi və hərbi dairə rəisliyinə bölünmüşdü. Bu dövrdə isə artıq onlar ləğv edilib, Gürcü Emiretiya quberniyası var, mərkəzi Tiflis və Xəzər vilayəti var, mərkəzi Şamaxı. Ali müsəlman təbəqəsi, yəni müsəlmanların ali təbəqəsi, zəngin təbəqəsi, bəy və ağalar bütün idarəçilik işlərindən uzaqlaşdırılır və onların yerinə xristian məmurları təyin edilirdi. 1828-ci ildə yaradılmış erməni vilayəti ləğv edilir, bu yaxşı haldır. Yerinə İrəvan və Naxçıvan qəzaları yaradılır. Mülki işlərə artıq hərbi məhkəmələrdə baxılmır. Çünki komendantlıq ləğv olunub. Yəni, hərbi məhkəmə nə əlaqə? Hərbiçilərin işinə hərbi məhkəmələrdə baxılırdı. Şəriət məhkəmələri yenə saxlanılır, yenə də onlar kəbin, talaq və vərəsəlik məsələlərinə baxa bilirdi. Kargüzarlıq işləri, eləcə də məhkəmə iclasları yalnız rus dilində, imperiya qanunları əsasında aparılırdı. Yəni, sənət-sünət işləri. Və məhkəmə iclaslarının rus dilində aparılması yenə də haqsızlıq idi. 1844-də inzibati islahat keçirilir. Cənubi Qafqaz diyarının baş idarəsi ləğv edilir, onun yerinə Qafqaz canişinliyi yaradılır. 1846-cı il 14 dekabr inzibati islahatı ilə isə 40-cı ildə yaradılmış Gürcü Emiretiya quberniyası ilə Xəzər vilayəti ləğv edilir. Bu dəfə Cənubi Qafqazda 4 quberniya yaradılır. Tiflis, Kutaisi, Şamaxı, Dərbənd. İkisi Gürcü bölgəsidir, Tiflis və Kutaisi. Şamaxı və Dərbənd. İkisi də Azərbaycan. 1849-cu il inzibati islahatı ilə İrəvan quberniyası da yaradılır və Tiflis quberniyasına daxil olan İrəvan, Naxçıvan və Aleksandropol, eləcə də Şamaxı qəzasına daxil olan Mehri qəzası İrəvan quberniyasına verilir. Yəni, Tiflis, Kutaisi, Şamaxı, Dərbənd idi. 49-da İrəvan da buna əlavə edilir. 1859-cu ildə Şamaxı quberniyası ləğv olunur. Onun əvəzində Bakı quberniyası yaradılır. Niyə desəz? Çünki Şamaxıda zəlzələ olur və Şamaxı dağılır. Necə xatırlayırsınızsa, 1192-ci ildə Şamaxıda zəlzələ olduğu üçün paytaxt Bakıya köçürülmüşdü. Eləcə də 1859-cu ildə də Şamaxıda zəlzələ olduğu üçün onun mərkəzi Bakıya köçürülür və Bakı quberniyası yaradılmış olur. 1860-cı ildə Dərbənd quberniyası ləğv olunur və onun tərkibindəki Quba qəzası Bakı quberniyasına verilir. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılır. Bakı, Tiflis, İrəvanın əraziləri hesabına. 1841-ci ildə Qazax, Şəmşətli və Borçalı ağaları, Xəzər vilayəti bəyləri kənd idarəçiliyindən kənarlaşdırılır. Tiyul torpaqlarına məhrum edilir. Bu, bizim bəylər üçün heç də yaxşı xəbər deyildi. 1842-ci ildə bəy və ağaların torpaqları müsadirəsi dayandırılır. Tiflisdə ağaların şəxsi hüquqları və onların həyata keçirilməsi yollarının işlənməsi ilə məşğul olan komitə fəaliyyəti başlayır. 43-də Azərbaycan bəy və ağaları ali müsəlman silki adlanmağa başlayır və onların imtiyazları artırılır. Yəni, əvvəl Azərbaycanlı bəy və ağaların torpaqlarını müsadirə edirlər, tiyul torpaqlarına məhrum edirlər, sonra dayandırırlar, nəsə olur dayandırırlar və 43-də təzədən qaytarırlar və onlar ali müsəlman silki adlanır. Nəsə olur dayandırırlar dedim. Yəni, Rusiya fikirləşir ki, biz bəyləri, ağaları özümüzdən uzaqlaşdırmamalıyıq. Onları cəzalandırmaqla biz onları özümüzdən uzaqlaşdırırıq. Biz əksinə onları hökumətə yaxın eləməliyik ki, onlar da əhalini əldə saxlayaq. Ona görə 43-dən bəy və ağaları ali müsəlman silki adlandırmağa başlayır və onların imtiyazlarını artırırlar. Və 46-cı il 6 dekabr reskripti. Bu qanunla tiyul və mülk torpaqları
tiyul və mülk torpaq mülkiyyətinin eyni kateqoriyasına daxil edilir, eyni torpaq sayılırdı. Bəy və ağaların mülk xalisə və tiyul torpaqları üzərinə tam irsi mülkiyyət hüququ təsdiq edilirdi. Bəy və ağaların öz torpaqlarını satmaq, bağışlamaq, irsən vermək hüququ təsdiq edilirdi. Amma yalnız Ali Müsəlman silkini, yəni hansısa bir bəy deyə bilməzdi ki, filan kəndli, çox yaxşı kəndli deyə Həsən ağa kişi, mən istəyirəm ona torpaq bağışlayayım. Elə şey yoxdur. Ancaq feodala verə bilərsən torpağı ya da sata bilərsən. Bəy və ağalara kəndlər üzərində inzibati, polis, məhkəmə hüququ verilir. Yəni, polis məhkəmə hüququ deməkdir ki, bəy hansısa kəndlini cəzalandıra bilər, hansısa kəndlini həbs atdıra bilər. Yəni, polis məhkəmə hüququ verilir. Bu, bəy və ağa üçün yaxşıdır, amma kəndli üçün yox əlbəttə ki. Rəiyyət rəncbər elat var idi, xatırlayırsınızsa. Ruslar bunu ləğv edirlər və bütün kəndlərə bir ad verirlər. Mülkədar tabelisi, sahibkar kəndliləri formal olaraq dövlət kəndliləri təbəqəsinə daxil edilir. Ali Müsəlman təbəqəsi yalnız torpaq hüququ baxımından Rus zadəganları ilə bərabər hüquq qazanmış oldu 46-cı ilin 6 dekabr reskripti ilə. 1847-ci ildə kəndli əsasnaməsi, artıq kəndliləri də düşünməyə başladılar nəhayət. 15 yaşından yuxarı kişi cinsindən olan hər bir kəndli 5 desiyatin yararlı torpaq alır. Məhsulun onda birini və ya 1/3-ni mal cəhət kimi sahibkar ödəyirdi. Lakin torpağa bəyin iş heyvanı, onun toxum və əmək alətlərindən becərirdisə, mal cəhət onda 1 yox, 5/1 ola bilirdi. Yəni yarısını artıq verməli idi. Otlarlardan istifadəyə görə çöp başı, sudan istifadəyə görə bəhrə vergisi ödənməli idi. Kəndli yenə də biyara və əvrəzə çıxmalı idi, yəni mükəlləfiyyət yerinə yetirməli idi. Bəylərə kəndlər üzərində inzibati, polis və məhdud məhkəmə hüququ verilir, məhdud məhkəmə hüququ. Yəni 46-da var idi, 47-də bir daha təsdiq olunur. Kəndlilərin başqa kəndlərə köçmə hüququ saxlanılır. Bizdə təhkimçilik olmayıb axı. Və beləliklə deyirik ki, 1847-ci ilin kəndli əsasnamələri ali müsəlman təbəqəsi ilə, yəni feodallarla kəndlər arasında asılılıq münasibətlərini qanuni şəklə salır. Yəni, bəy və ağalar nə edə bilərdi? 46-da deyilmişdi. 47-də həm o təsdiq olunur, həm də kəndlərə nə verilir, nə alınır? Bax, onlar öz əksini tapır 47-ci ildə. Və bir də inzibati cəhətdən qarışıqlıq oldusa, istərdim ki, bu qrafika baxasınız. 1804-cü ildən Azərbaycanda artıq komendantlıq Gəncədən başlayır. 1840-a qədər davam edir. 1840-cı ilin 10 aprelində Gürcü Mireti quberniyası və Xəzər vilayəti yaradılır. 46-14 dekabrda isə onlar ləğv olunur. Tiflis, Kutays, Şamaxı, Dərbənd quberniyaları yaradılır ki, sonra da İrəvan quberniyası, sonra Yelizavetpol yaranacaq. 19-cu əsrin 40-cı illərin islahatlarının əhəmiyyəti o idi ki, bu islahatlar müstəmləkə feodal xarakteri daşısa da, Çarizm ilə Azərbaycandakı ali müsəlman silik arasında ittifaqın yaranmasına səbəb olur. Ruslar da bunu istəyirdilər. Ali müsəlman silikinə kəndlər üzərində polis və məhkəmə hakimiyyəti hüququ verilirdi. Belə, dəyərli yoldaşlar, bu mövzu ümid edirəm ki, sizə aydın oldu. İndi isə vəsaitimizdən mövzunu öyrənək. Hər birinizə uğurlar. Hələlik.